Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün 30 sentyabrdır, ayın son günüdür. İstədim çöldəki havanı sizə göstərim. Gün çıxıb, nə gözəl. Dünən Ruslan gəlmişdi yanıma. İş yerimə. Dünən işdən çabata aldım 2 dənə. Amma dondurulmuş vəziyyətdə aldım. Yəni pişirilməyibdi. Hələ bu çiğdir. Duxovkanı qoşdum. Hal-hazırda saat 7:15-dir. İstəyirəm sendviç hazırlayım. Bu qalınlıqda doğrayacağım. Və qızardacağım. Bir tərəfini qalın edirəm, bir tərəfini nazik. Çox qalın oldu. Böyle. Deməli, bu çörəklər, biz bu çörəkləri dondurucudan çıxardırıq və başlayırıq pişirməyə. Pişirəndən sonra çörəklərin üstü xırçıltılı, içi yumuşaq olur. Hal-hazırda görürsünüz, yumuşaqdır. Ona görə də biz indi bunu sendviç düzəldəndən sonra qoyacaq duxovkaya ki, qəşəng xırçıltılı olsun. Belə. Gerək burada dursun. Okay. Yumuşaktır ya. Doğramak biraz çətindir. Salat da almaq istirdim. Sonra fikirləşdim ki, duxovkaya qoyacağımsa o salat pis günə qalar. Ona görə salat almadım. Mamaya da həmişəki kimi yanmış yerlər. Biraz yuxarı.
İstirdim üstünə xiyar tutması da qoyum, da qoymadım. Bunları göndərim duxovkaya. Belə sandviç olsun. Yəqin ki, quru olmaz. Bu bokam duran mənimdir. Mənim balam durub yuxudan da o birlər hələ yatırlar. Tez yesin, getsin məktəbə. Nə? Вкусно? Приятно. Üşür ayaqlarını örtübdü. İnanırsız səhərdən yuristlərlə dalaşıram, потому что finansовый управляющий mənim maaşımı çıxardıb da ayın 25-i, 24-ü mən avans alıram. 24-dən əvvəl çıxartmalıydı, 25-i çıxardıb avansla bir yerdə. O avansı ki, hansını ki, mənə oktyabrda göndərməli idi. Ona görə məndən təzdən bu psixo istəyib ki, başa düşsün bu nə puldur. Avansla bir yerdə çıxardıb başa düşə bilmir ki, bu nə puldur, belə, niyə belə çoxdur. Bugün də ayın 30-u da yazmışam ki, ayın axırı göndərin də o pulu. Потому что bu ayda göndərməsəniz, gələn ay, necə deyim sizə, projetичный minimumdan çox göndərə bilməzlər, özdə bir ayda bir dəfə göndərə bilərlər. Bu ay göndərməklərsə, gələn ay bir dəfə göndərə bilərlər, o da bir ayın maaşını göndərəcək, o 2 ayın maaşını göndərməyəcək. Eləcənə mənim bir ayın maaşı batacaqdır. Baxıram bu psixoya ki, çıxardıbdı, ayın 25-i çıxardıbdı pulu, amma göndərmir. Niyə göndərmir? Allah bilir. Saat artıq 6-ın yarısıda yazıram ki, daha birazdan 6 kimi işləyirlər desən. Daha ay bitdi, göndərin də pulu. Bu pulu, maaşı bugün göndərməsiniz, mən sizə жалоба yazacağım. Çünki düzgün deyil, finansовый управляющий pulu vaxtında göndərməlidir. Mən otururam bir ay pulsuz, ayın axırında mənə pul göndərir, ayın 9-u mən oradan ev pul verirəm, yerdə qalır qəpik quruş, ondakı dediyim kimi Ruslanın nədir bu sambosuna, tansına verəcəm. Ona görə mən ikinci iş lazımdır. Amma ki, bu ayda ödəməsələr, mən ucu pulsuz qaldım. Gələn ayda bir ay pulunu ödəyəcəklər, o bir ay batacaq. Bundan, bu səfərdə göndərməsələr, bundan ucu 3-cü səfərdə belə eləyirlər. Ucu lazımdır şikayət yazmaq. Çünki belə olmaz. Neyim bizdim ucu. Bankrotsu da qutarmır ki, rahat oturum. Üz pulunu özlərinə də yazıram. Я уже устала выпрашивать свои же деньги, заработанные честным путем. Öz pulumu dilənçiliklə yalvara yazıram ki, göndərin də, göndərsə hər yuxudan durandan yazıram ki, bugün ayın son günüdür, bugün göndərin. Hələ saat 6-ın yarısıdır, hələ bir xəbər yoxdur. Nə bilim, bizdim, inamsız. Heç kimə məsləhət görməm, bankrotsuya versin. Lütfü borçlara girişməyin, kreditlərə girişməyin. Sonra da bankrotsuya verməyin. Öz pulunuzu özünüz idarə eləyin. Çöldə gün var deyən divara düşür, yansıyır. Bugün çox gözəl havadır. Mən hələ çölə çıxmamışam bugün. Amma o qədər planım var idi, inarsız. Biraz telefonda, biraz yatdım. Güya dincəlmək açıb noymuydu da bugün. Yatdım, dincəldim, biraz onlarla yazışdım, biraz telefonda oturdum, hələ. Saat ucu 6-ın yarısıdır. Biz düşürük aşağı, gedirik mağazaya, evdə ərzaq yoxdur. Evdə bir çox ərzaq yoxdur. Mən bugün istəyirdim, gedim yekə bazara, nəsə gedə bilmədim. Nəsə drujoku da götürdüm, gedirik mağazaya. Gidik görək nə tapırıq, nə alırıq. 2 dənə kapşon taxmışam, başıma o dərəcədə üşüyürəm. Bu bezrukavkamın da zamok xarab olubdu. Bağlanmır yaxası. Gerək kurtka alım özümə də uşaqlara da. Rusik Amindən qalan kurtkanı geyinir də. Amin yaxşı ki veribdi. Gəldik mağazaya çatdıq. İstirdim borş bişirim. Ət bayaqdan qaynadıram. Borşa ərzaq da almaq lazımdır. Oy, üşüdüm.
Burada cəmi 6 dənə kələm var. Hamısı da başım boydadır. Çox yekədir, çox. Ladna, görüm ən balacası hansıdır, onu götürüm. Biberlər 78 rublə, amma elə çox deyil. Hər yeşikdə az-azdır. Acı biber istəyirəm, amma mənə elə gəlir ki, burada bahadır. Kilosu 1290 rubl. Daha doğrusu 1300 rubladır. Gedirik kassaya. Deməli, gün ortadan testofila çıxartmışam ki, bəlkə nəsə bir börək hazırladım. Bilmirəm, gözləyirəm buz açılsın. Deməli, nə almışıq? İspanaq aldım. Düz ispanaqdan evdə var idi, eynən bundan. Mən elə bildim ki, qızlar alıblar nəsə pişirməyə. Dedim, ona əl vurmayayım da. Ona görə yenə götürdüm, börəyin içindən istifadə eləməyə. Amma qızlardan soruşdum, dedilər ki, bizə lazım deyil. Bu bizim biberimiz şey üçün. Nədir onlar da tutma üçün, gələn vaxtlarında tutma hazırlayacağım, Allah qoysa. Kələmi borşa aldım. Zaten kələm geçədir. Qalarsa əgər tutmaya istifadə edirəm. Mən tutmanı kələm əsasında edirəm. Bir də yenə biberimiz. Kələmlərin hamısı təmizlənmiş kələmlər idi. Bir balaca pomidor aldım. Bir balacı. Kök, Ruslan dedi, çox götür. Kök salat eləyəmək istəyirəm, nə bilim nə. Kök çox götürdüm. Əslində kökü çulunduru borşa görə almışdım. Bu limonu da salata görə yenə. Sonra nə aldıq? Çulunduru da borşa aldıq. Bugünə planda var borş pişirmək, amma petruşka almadıq. Petruşka almadıq, heç nə olmaz. Kartuşka aldım. Ruslan deyir, kartuşka qızart ki, həm iş yapar, həm də yeyək. Həm borş olsun, həm kartuşka. Kolbasa aldım. Sonra dedim, hazır teleşkayla un da alım. Un aldım. 2 kiloluq. Və bir dənə aldım. Fasol aldım. Siz heç borşu lobiya ilə yemişsiniz, qızlar. Mən yemişəm. Deməli, mən belə ayıb olmasın, bağçada işləyəndə, Ruslanla hamilə olanda, bağçada borş vermişdilər. Fasolla. Nədir buna? Fasol nədir? Lobiya ilə. Bir mənim xoşuma gəldi, bir xoşuma gəldi. İndi arada bərədə mən də borşun içinə lobiya qatıram. Belə hazır lobiya. Çox dadlı olur. Bugün də hazırlayacağım. Da yesinlər uşaqlar. Mən bunları yığışdırım. Siz elə bilməyin, mən o borşu özümdən çıxartmışam. Gələcəkdə fələncinə borş var. Ruslarda, yəni siz poiskovikə Google-a yazsanız belə çıxacaqdır. Borş fasol yazsanız çıxacaq zaten. Bunu da qızlar alıbdı. Böyle çox məzəli konfetlərdir. Üstünə yazılıb Kitay konfetləri. Mən düz elə bildim ki, bu sousdur. Lechao deyəsən. Lechao yoxdur. Soyava yeməsi. Beləsinə konfetlərdir. Yumuşaq kimidir? Ruslan yeyər. Ruslan yeyər. Soğanla biberi qovururam. Biraz da ədviyyatlardan əlavə eləmişəm. Düzü soğan yekə-yekə doğramışam da ziyan olmaz. Bizdə şuralığa soğan problemi yoxdur. Deməli, ətini, kartuşkasını da əlavə elədim. Əti çox azdır. Amma bizimkilərimiz də yemir.
Qaldı bulyonunu əlavə eləmək, lobyasını və soğanlarını əlavə eləmək. Soğanlarından sarımsaq. Yeməyimiz artıq pişdi. Düzdür, altını söndürmüşəm. Amma yenə də hələ plitanın istisindən qaynayır. Baxın, içində belənçinə lobyalar var. Sadəcə göyərtisi yoxdur. Yəni hazırlayın, hazırlamağa dəyər. Çox dadlı olur. Biraz da qalsa kartuşkalar da qızaracaq. Bu bizim üçüqumuzdur. Bunu uşaqlar, çünki mən redka paltar tülürəm, aslında uşaqlar öz paltarlarını tülürlər. Belənçinə qəşəkcə yandırıblar. Qoy görüm, spışqanı söndürəndə nə tər görsənir. Oy. Вот. Mən bunu təmizləmək üçün nə vaxtsa bir karandaş almışam. Hardan almışam, inanın bilmirəm. Yadıma düşmür. Gətirim bunu təmizləyim. Görək nə olur. Posla şəşini çəkəkmi? İlk növbədə bunu isitməliyik və altına nəsə sərməliyik. Mən adətən qalın salfetka qoyuram. Qalın sloy salfetka qoyuram ya qazet qoyuram. Görək bu gün nə tapırıq bunun altına qoymağa ki, belə əriyəndə tökülüb xarab eləməsin töküləcəyi yeri. Ütünü isitdim. Karandaşı çıxartdıq. Bu arada pis gəlməlidir. Nəfəs almırıq. Görsənirmi? Ütüdən par çıxır. Koştum təzdən. O qədər dərindir ki, təmizlənmək istəmir. Evdə salfetka yoxdur. Belə oldu. Nakip getdi, amma yenə də qara izi qaldı. Сейчас, я думаю, еще раз-два сделаешь и все. Думаешь? Да. Ucu sarı rəngdə axır. Kirlər qara rəngdə axmır. Bir dənə təzən toka salacağım. Bir dənə şey olsun. Sonra şam kimi əriyib getməlidir. Heç. Tak, bunu tullayaq. Qoyuram yenisini.
Fu, nə pis gəlir. Uy, boğuldum. Yorucu ağ sular axır. Qara sular axmır. Все da bu getməyəcək. Su deyəndə kişir də, yəni. Meləriyir axı. Şam kimi bir şeydir. Görürsünüz, təmiz su axır. Biraz da silək. Və все, qurulayaq. Так, да, получилось? Da, bayaq еще хуже idi. Mən görmüşdüm nətərdə. Да. Все. Belə oldu. Hal-hazırda belədir. Qoşdum ki, içinə deşiklərimə deşiyinə tökülən şam varsa, karandaşda yəni, ərsin çıxsın. Даже belə görsənir ki, bəzi deşiklər qara-qaradır. Знаешь, что нам в этой школе рассказали? Hə? Знаешь, что нам в учебе рассказали в школе? В мечети? Да. Не знаю, откуда не знаю. Нам говорили, что не надо никогда отвечать злом на плохие поступки. И что делать тогда? Нам сказали, что какая-то женщина всегда подливала грязь пророку Мухаммаду, саллаллаху алейхи вассалям. Ага. Вот. На следующий день он смотрит, а ее нету. Он не знал, где она, пошел к ней домой, и оказывается, что она заболела. И он приносил ей лекарства, ну вот это все такое. Ну да. И она удивилась. Как так, я ему подливала грязь, а он еще мне тут таскает лекарства. Ona görə deyirlər ki, всегда отвечай добром на зло. Да? Угу. Ну все, belə oldu da. Ну смотри, если бы это прямо он сгорел, если бы он бы там не сгорел, вот так вот чисто было бы. Да, синий. Весь синий değil, серый. Par oldu. Neyse. Bu da bunun Конечный итог. da sonrası. И все, рис hazır olanda da sütü tökərsən. Aha. Hazırlaşıyorum. Tak, mən artıq ərzaqları hazırladım. Börəyə. Deməli, bizdə içdə filarini var, içində ispanaqla pendirdir. Qat-qat xəmirin içində. Mən də orada Nataşaya demişim ki, Nataşa, mən sənə evdə pişirib gətirəcəm. Uşaqlar da dedi ki, ispanaq bizə lazım deyil. Mən həmişə soruşuram, bəlkə kimsə könlündən hansı yemək keçir, onları pişirmək üçün alır. Onun görə soruşuram ehtiyatdan.
Dedilər bizə lazım deyil. Mən də dedim gətirmişlərdim. Yoxsa qaldıqca ispanaq tez xarab olan şeydir. İndi mən bu pendirləri tyorkadan keçirdim. И что стаж 40 лет? Düyünə ağ pişəcək, onda kaşı hazırdır. Это осетинский. Это мне бабушка купила. Он не соленый просто. Duzlu pendir deyil. Onlar belə alırlar, sonra özləri duza qoyurlar. Но для вкуса могу брынзу добавить. Да, Добавить? да. Давай onu xaladenkdə mənə brınza çıxart. Brınza da çanaqdı nədir? Deməli, bu qədəri oldu duzsuz pendir, bu qədəri çanaq duzlu pendir. Çanaq qatmasanız da olar. Özünüzdən duz istəyir qatsanız da yetərlidir. Bir qaba. Ondan sonra başlayacağım ispanaqları yuyub doğramağa. İspanağı doğradım, amma bir upakovkanı açdım. İkincisini açmağa gərək duymadım. Çünki načinka i tak çoxdur. İspanaqları baxmayaraq ki, upakovkada yumaq lazımdır. İstifadə etməmişdən bax yumaq lazımdır. Ona görə belə yaş kimidir. Görək bir upakovkadan nə qədər çıxacaq. Peki belə eləyək, hə? Я много добавила. Молока? Да. Ну ничего страшного. Başa düşmürəm ki, bunu nətər eləyiblər. Ciddiler mənüləlir. Что у тебя не получается? Ну вот прилипло. İstəyirəm ortanı tapım. Bir ortadan başlayayım içliyi qoymağa. Naверное, budur orta. Hop, tapdım. Tapsam artıq çıxarda bilərəm. Ya da bilsən nə var? Bu tərəfi cırılıbdır. Bu tərəfdən başlayaq. Belə. İki götürsən. Hı? İki. Сейчас скажу. Peki bu cırıqdır, şey eləyim. Burada 3 tane yufka götürün. Так. Bir dənə yufka. 2 dənə yufka. Hoppa.
Daşdı, 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 daşdı. Я в шоке. Фу, воняет. Ona görə bax, südlə bişirmirlər, bildin? Потому что молоко может сбежать. Все, bayaqçı cırıq idi deyən, onu 2 dənə yufka ilə elədim. Amma bunlar cırıq deyil deyən, bir dənə yufka ilə belə bükəcəyik və belə qatdalayacağıq. Не надо, чтобы молоко стало гуще. İndi eləyək. Tak, plitəni təmizləmək sənlikdir, hə, Ləlir? Да. Təmizləyə bilərsən? Прямо сейчас? Нет, вообще. Да. Soysun sonra. Nataşaya deyirəm, gətirəcəm, deyir ki, xəmiri nətər eləyəsən? Sən xəmir eləyə bilirsən? Deyirəm, ay Nataşa, neçənci əsrdə yaşayırıq. Bu dəqiqə hər şey satılır. İnanmır mənə. Mən də indi bişirəcəm, aparacam. Görüm, reaksiyasını çəkə bilməyəcəm indi. Dur, kamerasını çəkməyəcəm. Bəlkə səsini yazdıram. Deməli, xanımlar, düzdüm hamısını listə. Demək ki, bir upakovkada 13 dənədir. 13 dənə xəmir olur. Hansındasa de bu qalındır. Hə, bura 2 dənə xəmir işlətdik. Öncəki biri cırılmışdı. Üzərini yağlayıram. Və varsa evdə baxın, kətan toxumu səpəcəm varsa əgər. Əslində üzərini yağ yox, istatsam daha yaxşı olardı ki, kətan toxumu yaxşı yapışardı. Mən istədim yağlayayım. Hə, niyə kətan toxumu? Çünki bizdə satışdakının üzərində kətan toxumudur. Dedim, yəni birə-bir olsun da, oxşasın. Amma onun üzəri yağlı deyil. O elə bil ki, onun üzərini isladıblar, sonra kətan toxumu səpiblər. Tufqanı artıq qoşmuşuq vərişlə. Bu da kətan toxumu. Lön. Qoyuram duxovkaya, 180 dərəcədə isidilmiş duxovkada bişsin.